Salam, kanalıma xoş gəldiniz. Olduqca asan bilincik resepti paylaşıram. Qabın içərisində 2 ədəd yumurta, 1 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı duz, çay qaşığının 1/4 sodanı qarışdırdıqdan sonra üzərinə 1 stəkan otaq temperaturundan isti olan süd, 1 stəkan un əlavə edib yaxşı qarışdırıram. Unu yaxşı qarışdırmaq lazımdır ki, un tam açılsın, topa qalmasın. Un yaxşı qarışdıqdan sonra üzərinə 1 stəkan qaynar su, 3-4 xörək qaşığı bitki yağı əlavə edib azca qarışdırıram. Tavanı ocağın üzərinə yerləşdirib, içərisinə bitki yağı əlavə edib hər tərəfinə yayıram bitki yağın. Tava yaxşı isindikdən sonra hazırladığım bilincik xəmirin tavanın içərisinə əlavə edirəm. Bir iki dəqiqə keçdikdən sonra bilincikin bir tərəfi qızarır, digər tərəfini çevirirəm qızarsın. İstəyə görə bir tərəfini qızardıb, digər tərəfini qızartmamaq da olar. İstifadə elədiyim ərzaqlardan 10 ədəd bilincik alındı. Çox asan və dadlı reseptdir. Bu reseptlə bilincik hazırlasanız peşman olmarsınız. Bugünlük bu qədər. Gələn videolarda görüşənədək hələlik.